Kimlər üçün hazırlanan dürməyə Naxçıvanlılar cücə dürməyi deyir? Vaxt. Quba komandası. Məhəmməd cavab verəcək. Uşaqlar üçün. Bəli, elədi ki var. Naxçıvanda böyüyüb başa çatıb bir Naxçıvanlı olaraq mən ilk dəfədir eşidirəm ki, bizdə cücə dürməyi deyilən dürmək var imiş. Vallahi mən bilmirəm. Naxçıvanlardan bilən varsa buyursun görək, həqiqətən də bizdə cücə dürməyi deyilən dürmək mi var? Biz uşaq olanda anamızdan dürmək istəyərdik, amma deməzdik bizə cücə dürməyi ver və ya toyuq dürməyi ver. Dürmək demişkən, Naxçıvan təndirindən çıxmış lavaşın arasında kət peniri və ya yağın içində qovrulmuş qovurma arasına qoyardıq. Həyətdən topladığımız şipşirin pomidor, of nə dadlı idi. Amma inanın ki, adı cücə dürməyi deyirdi, dadlı dürmək idi.